الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين وصلى الله على سيدنا محمد وأهل بيته الطاهرين ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله أما بعد اللهم وفقنا لما تحب وترضى. Allahın lütfündən ki, ibrətamiz hekayələr bəhsində Bəharul Ənvarı 43-cü cildində keçən bu hadisəni nəql edirik və bu hadisədən hansı ibrətləri götürürlər. Rivayət olunur ki, bir gün İmam Həsən əleyhisselam uşaq ikən Həzrəti Rəsuldan, İslam Peyğəmbərindən su istəyir. İslam Peyğəmbəri durur, var ki, südü sağır bir qaba və o südü İmam Həsən ağaya vermək istəyir. Bu zaman kiçik olan İmam Hüseyin ağa istəyir o südü Həzrəti Rəsuldan alsın, İslam Peyğəmbərindən alsın və içsin. İslam Peyğəmbəri o qabı İmam Həsən ağaya verir. Və Həzrəti Fatimə Zəhra salamullah aleyha bu hadisəyə diqqət elədikdə sual verir, elə bil İmam Həsən ağanı İmam Hüseyin ağadan çox istəyirsən, ey Peyğəmbər. İslam Peyğəmbəri cavab verir ki, xeyr, məsələ başqadır. Məsələ növbəyə riayət eləməkdədir. Çün İmam Həsən ağa birinci istəmişdi. Ona görə növbəyə riayət olunmalıydı. Ona görə ona verdi. Bu hadisədən mümkündür. İndi bunu qulaq asanlar, bəzi xüsusi montaj əhli bunu buradan getirirlər, deyəcəklər, görürsünüz, imamlar məsumdur, ala deyil, xəta elədi, İmam Həsən ağa, İmam Hüseyin ağa, İmam Həsən ağanın üçün olan məsələ, necə məsumdur, günah işdən bunu hərəkət elədilər. Bəzi işlər var ki, məsumlar eləyiblər, bu mənayadır ki, əməlləri ilə kimlərə necə öyrədiblər. Deyin ki, özləri bilərəkdən o xətanı xəta olaraq eləyirlər. Ya bilməyərəkdən xəta səhv olaraq o hərəkətə addım atıblar. Yox, o səhv addımdan səhv addım atanlara ayırtmaq üçün, tənbih eləmək üçün eləyirlər. Məşhur hadisə var ki, o hadisəni elə burada da qeyd edirik. Çox eşitmişsiniz ya oxumusunuz bunu. Bir qoca kişi ki, dəstəmazı səhv alırdı. Onda da İmam Həsən ağa, İmam Hüseyin ağa uşaq idilər. Gəlirlər, bir-birinə dinlər ki, biz dəstəmaz alaq, görək kim düz dəstəmaz alacaq. Sən düz dəstəmaz alırsan, ya mən düz dəstəmaz alırım. Kişi bunların işlərinə baxandan sonra deyir, hə, mən səhv eləmişim, siz düz dəstəmaz alın. Bu məsələ də budur. Nəyin ki, orada İmam Hüseyin ağa İmam Həsən ağanın haqqını zayi eləyir və özünü qabağa atır. Yox, burada başa salırlar ki, hətta nə qədər böyük insanda olursan ol, ədalətə riayət olunmalıdır. Yaxınların olursa olsun, əzizlərin olursa olsun, yenə də ədalətə riayət olunmalıdır. Çün birinci istəmişdi, ona birinci təqdim olunmalıdır. Hətta mümkündür sən o İmam Hüseyin ağa məsələn çox istəyir. Görürsən, İmam bəzi ədalətə riayət eləmək, məhəbbət mane ola bilməz buna. Məhəbbət ədalətə
mane olacaq amil deyil. Əksinə məhəbbət, ədaləti bərpa eləyə biləcək bir amildir. Məsələn, İmam Həsən ağa, İmam Hüseyin ağanın hərəsinin özünə aid bir məhəbbəti vardı İslam Peyğəmbərinin. Hərəsinin özünə xas bir məhəbbəti var idi. Və bunları bir-birindən üstün də hansınızsa o birisindən üstün istəmirdi. Fəqət özü də buyurur, növbətə riayət eləmək lazım idi. Və onu cəmiyyətə göstərdi İslam Peyğəmbəri. Və bu hadisə bizlərə bunun üçün gəlir ki, əgər öz istədiklərimiz də olsa, məqam cəhətindən də böyük olsa, mənzilət cəhətindən də kimlərsə böyük olsa belə, yenə də bunların arasında ədalətə riayət olunmalıdır. Böyük insanlar ədalətli həyat sürməklə böyük insan olurlar. Və qiyamətdə də, qəbirdə də bizdə ədalətin icrasından soruşacaqlar. Ədalət məsələsi, insan birinci gərək özünə qarşı ədalətli olsun. Yəni, özü günah eləməsin ki, özünü yandırmasın, özünə yazığı gəlsin. Birinci özünə zülm eləməsin, ikinci başqalarına zülm eləməsin. Bir insan ki, özünə zülm eləyir, o başqasına zülm etməməyi, ondan gözləmək, mahal gözləmək əməllərindən biridir. Bir adam ki, özünə qiymət vermir, başqasına necə qiymət verəcək? Ona görə bu hadisədən bizdə həmişə növbəyə, ədalətə, özümüz və digərləri barəsində riayət eləməyə diqqətli olaq. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala seyyidina Muhammedin və əhl-i beynə.